Salam əzizləyicilər, bugün badambura hazırlayıram. Bunun üçün 1 kilo unun üzərinə 2 ədəd yumurta və 200 qram xamar, 200 qram yağ və 3 xörək qaşığı südün üzərinə 1 çay qaşığı maya, çay qaşığının ucunda maya əlavə etdik. Aktivləşəndən sonra onu da əlavə etdik. 1 çay qaşığı da şəkər tozu və 1 stəkan süd götürmüşəm, ilıq süd. Südün yarısını əlavə edib xəmirimizi hazırladıq. Gördüyünüz kimi badamburanın xəmirini hazırladıq. Biraz dincə mayalanır. Bir yarım saat, 1 saat isti yerdə saxlayırıq. Mayalanır. Mayalandıqdan sonra kündəliyirik və yayıb dəzgahın üzərini yağlayıb bu cür üst-üstə hamısını yığırıq. Gördüyünüz kimi bizim 14 ədəd kündəmiz alındı. 7 qatdan badamburanı hazırlayacağıq. İndi isə 7 dənəsini yayırıq. Bu cür əlimizlə yekəldiyib aralarına kərə yağ əritmişəm. 250 qram kərə yağ. Onunla vasitəsilə yağlayıb üst-üstə yığırıq. Və yığan zaman əlimizlə yavaşca dartırıq ki, cırılmasın. 7 dənəsini bu cür yağladıq, üst-üstə yığdıq. Daha sonra rulet şəklində bükürük. Sıx-sıx rulet şəklində, gördüyünüz şəkildə bükürük. Və 3 barmaq enliyində kəsirik. Daha sonra əlimizlə bu cür edirik və içlikdən içərisinə yerləşdiririk. İçliyimizdə 1 stəkan yarım fındıq ləpəsi və 1 stəkan şəkər tozu, 1 çay qaşığı hil. Bunları hazırlayıb maşından keçirdib hazırlamışıq və badamburamızı bu şəkildə hazırlayırıq. Hamısını hazırladıq və artıq badamburalarımız bişdi. Gördüyünüz kimi çox ləzzətli, dadlı, qatları tək-tək tel kimi olan badamburalarımız alındı. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə like etməyi unutmayın. Abunə deyilsə abunə olun. Dəstək olmağı unutmayın. Çox sağ olun. Təşəkkür edirəm.